Değerli xanımlar, sizi kanalımdan salamlayıram. Bugün Raski konfeti dadında çox ləzzətli kakaolu salyan nabatı hazırlayıram. Hazırlama qaydasını sizlərlə bölüşürəm. Əvvəlcə bir qaba 2 stəkan şəkər tozu, 1 stəkan su əlavə edib qoyuram qaynasın. Biraz qaynayıb qatlaşdıqdan sonra üzərinə 70% uxsusdan 1 çay qaşığı əlavə edirəm və yenidən gözləyirəm. Qaynasın, biraz qatılaşsın. Qatılaşmağı onun qaynamağından hiss olunur. Qatılaşdıqdan sonra qaşığın ucunu biraz yağlayıram və bu formada şərbətə batırıram, çıxardıram. Təbii ki, əlimdə yağlıdır ki, şirə əlimə yapışmasın, yandırmasın. Və yoxlayıram. Burada çəkirəm şirəni. Əgər çəkilirsə, saqqız kimi dartılırsa, yəni qırılmırsa, demək ki, hazır deyil. Hazır olana qədər tavanı yağlayıram. Daha sonra padnosun içərisinə çox sərin, soyuq su əlavə eləmişəm ki, şirə tez soyusun. Tavanı da suyun içərisinə əlavə edirəm. İçərisinə amma tavanın su çalışın ki, düşməsin. Yenidən şərbətimizi yoxlayıram. Təbii ki, yenidən qaşığı yağlayıram, yapışmasın. Və şirəni burada çəkirəm. Görürsünüz ki, şirə qırılır. Yəni, saqqız kimi dartılmır. Demək ki, hazırdır. Hazır olmuş şirəni tavanın içərisində, hazır yağlanmış tavanın içərisinə boşaldıram və şirəni soyuduram. Soyuduram deyəndə ki, tam qurutmuram. Yəni, bir var burada su kimi axır şirə. İndi siz özünüz görəcəksiniz. Mən bu şirəni çevirdikcə, lakin burada diqqət edin ki, yəni əliniz yanmasın. Çox ehtimal ki, əl yandıra bilər. Adamın barmağına yapışır şirə. Əliniz yağlı olsa daha məqsədə uyğundur. Çox ehtiyatla şirəni çevirirəm. Burada şirəni də diqqət edin ki, çox qatlayıb üst-üstdən belə topalamayın. Onda xarlanar, konfet alınmayacaq onda. Ona görə biraz geniş çevirirsiniz, genişlik verirsiniz şirəyə ki, rahat çevirmək olsun. Və çevirdikdən sonra hiss olunur ki, burada su kimi axmır şirə. Yəni, rahat ələ götürmək olur. Amma yenə də deyirəm, çox qurutmayın burada şirəni. Rahat ələ götürdükdən sonra yumşaqlığı var da. Çəkirəm bu şirəni, bax bu formada. Çəkib qatlayıram, yəni rəngini ağardana qədər. Mən burada şirənin, konfetin yarısını kəsirəm. Kakaodan istifadə edirəm burada. Deməli, yarısını ayırdım. İçərisinə gördüyünüz kimi genişlik verib kakaonu əlavə elədim şirənin içərisinə və bu formada çəkirəm. Burada biraz əldən iti olmaq lazımdır. Yəni, biraz ləng tərpənmək lazım deyil ki, şirə qurumasın. Əslində, o bir şirəni də mən bükməliyəm ki, qurumasın. Lakin mən üçün vərdiş eləmişəm. Mən üçün bu, yəni, tez əlimdə, tez hazırlayıram deyə mən üçün, yəni, elə bir problem yoxdur. Kakaolunu çəkdikdən sonra bükürəm süfrənin kənarına, fərqi yoxdur. Siz stol üstündə, klonkanın üstündə də çəksəniz, adi ilə klonkanın da bir kənarına bükə bilərsiniz ki, tam qurumasın. Və bu bir yarı hissəni də o qədər çəkirəm ki, rəngi ağarana qədər gördüyünüz kimi və iki həm kakaolu, həm ağı birləşdirib bu formada birləşdirirəm, bu formada kəsirəm, troz forması kimi fırladıram ki, yəni gözəllik vermək üçün də. Məqsəd burada bunu fırladıram gözəlliyinə görə ki, troz formasında və yaxud düz heç fırlatmadan düz də çəksəniz çox gözəl görünür. Əziz xanımlar, daha sonra, yəni burada yenə də deyirəm ki, diqqət edin ki, tam əlinizdə qurumasın. Tez-tez bunu hazırladıktan sonra doğrayırsan, elə bil buna istədiyiniz formanı vermək olar. Mən burada sizə göstərəcəm. Vaxtikən gəlinlərin səbətinə, nişanlı qızların səbətinə konfetdən gül hazırlayırdılar. İndi dəyişib forma. Vaxtikən bax bu şirinidən hazırlayırdılar gülləri. Bax bu formada gül və yaxud kala formasında güllər hazırlayırdılar. Bu formada. Deməli, konfeti qayçı ilə doğrayıram. Əgər hiss eləsəniz ki, çatdırmırsınız, quruyur. Onda bıçaqla da iz qoya bilərsiniz. Quruyana qədər, axıra qədər bıçaqla iz qoyun. Qurusa da heç qorxusu yoxdur. Tam iz qoyduqdan sonra, deməli, bütün konfetlərin arxa tərəfindən bıçaqla vurursunuz. Hansı tərəfdən iz qoyumsunuz, deməli, elə oradan da konfetlər bir-bir qopur. Rahat olur da. Yəni, qayçı adamın əlini ağrıda bilir. Belə amma daha rahatdır. Dəyərli xanımlar, mənim öyrəşdiyim üçün, yəni bundan tez-tez hazırlayıram. Mən 1 kilo yarım şəkər tozunu birdən-birə bişirirəm. Amma sizə 2 stəkanlığı göstərdim ki, sizə daha rahat olsun bunu hazırlamaq və diqqət edin ki, şərbətin çox qaynadıb rəngini tündləşdirməyin, onda əliniz yanar. Yəni onu heç çəkmə ehtimalı da olmaz, əlinizdə quruyar. Konfet hazır oldu.
Çox ləzzətli, həqiqətən də xərçəngli konfet dadında bir konfet alındı. İnşallah siz də bu qaydada hazırlayarsınız. Əgər bəyəndinizsə, zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.